Salam dostlar, mən sizinlə bugün ıslaq kekin reseptini paylaşmaq istəyirəm. İlk öncə 5 yumurta, 1 stəkan şəkər tozu yaxşı qarışdırılır. 1 stəkan, yarım stəkan belə deyək, duru yağ əlavə edilir. 1 stəkan qatığın üzərinə 1 dolu çay qaşığı çayını soda tökülür. Qabarmağı gözlənilir. Bu əsnada istəsəz vanil və yaxud da darçın əlavə edə bilərsiniz içliyə. Mən darçın seçirəm. Qatığı da əlavə edib yaxşı qarışdırırıq. İndi isə un. 6 dolu xörək qaşığı un, 3 xörək qaşığı isə kakao əlavə edib yaxşı qarışdırıb isinmiş 180 dərəcəlik sobaya pişməyə qoyuruq. Sonra isə həmin qaba 3 xörək qaşığı un, 2 xörək qaşığı nişasta, qarıdan nişastası, 1 stəkan şəkər tozu, pletka şokolad 1 ədəd, kakao, bunları əlavə edib, süd əlavə edib 1 litr kimi qarışdırıb glazur əldə olunur və keksimiz hazırdır. Üzərinə qaynar formada əlavə olunur. Sonra isə doğrayıb üzərinə istədiyiniz qoz, kakos, nə varsa əlavə edib nuş edə bilərsiniz. Baxın, hər kəsə təşəkkür edirəm. İzlədiyiniz üçün minnətdarım.